Gəlin görək, bu dırnaqarası Peyğəmbər nəvəsi, Mehdi olduğu iddia olunan bu şəxs nə deyir? Sonra qiymətləndirərik. Mərakeş dövləti və vətən kimi ilk növbədə biz krallıq olmağımızla böyük qürur duyuruq. Krallıq nə deməkdir? Bizim bir kralımız, bir sultanımız var və bu sultan dəyişmir və alternativi yoxdur. O, rəhman olan Allaha qovuşanda belə onun yerinə öz nəslindən biri gəlir. Başqa sözlə, krallıq davam edir. Atadan oğula ötürülür. Nəsildən nəslə miras qalır və belə davam edir. Bu insana aramlıq verir. Biz vətənimizi və kralımızı olduğu kimi qəbul edirik və onun yolunu, bayrağını nəsildən nəslə izləyirik. Bu qədim irsdir. Atalarımızdan bizə qalıb. Üçüncü və daha böyük məqam isə budur ki, Mərakeşin sultanı və hökmdarı kimdir? O, Peyğəmbərin nəslindəndir. Bu böyük qürur mənbəyidir. Peyğəmbər buyurub ki, mən sizə Allahın kitabını və itrətimi əmanət qoyuram. Beləliklə, onun nəsli bizim bayrağımız və rəhbərliyimiz altındadır. Biz kralımıza möminlərin əmiri deyirik. Çünki o, Peyğəmbərin nəslindəndir. Bu bizim üçün böyük bir qürur mənbəyidir. Təkcə belə bir mənəvi bərəkət ilə bu torpaq öz kralının, öz sultanının adı ilə mübarək sayılmazmı? Üstəlik, Mərakeş müqəddəslərin torpağıdır. Bu olduqca maraqlı video idi və düşünürəm ki, bu video həmin şəxs haqqında bilməli olduğumuz hər şeyi bizə deyir. O çox şey deyir ki, bizim bunlarla bağlı dərin problemlərimiz var və onunla tamamilə zid fikirdəyik. Biz onun sözlərinə qarşıyıq. Çünki bu, Muhammed və Ali Muhammedin sözləri ilə uyğun gəlmir. Bu şeyxin Muhammed Peyğəmbərin ailəsi ilə heç bir əlaqəsi ola bilməz. Əsla. Səbəbləri nədir? Səbəb budur ki, birincisi, Mərakeş kralı özünü möminlərin əmiri adlandırır. Amma Muhammed və Ali Muhammeddən xüsusi hədislər var ki, möminlərin əmiri titulunun yalnız bir nəfərə məxsus olduğunu deyil. O da İmam Əli ibn Əbu Talibdir, əleyhissalam. O, vəsilərin ən yaxşısı. Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh xəlifələrinin ən yaxşısıdır. Və Əli ibn Əbu Talibdən əleyhissalam başqa kim özünü möminlərin əmiri adlandırırsa, o şəxsin yalancı olduğunu bilməlisiniz. Həmçinin bilin ki, o şəxs kişilərlə müəyyən hərəkətlər edir. Aydındır? Bunu deyən hədislərdir və bizə belə şəxslər barəsində xəbərdarlıq edir. Bunlar saxtakardırlar və əslində Muhammed və Ali Muhammedin düşmənləridir. Ona görə də onun çağırdığı şəxs, kral, zaten elə bir şəxsdir ki, biz bunu Əhl-i Beyt əleyhissalam ilə əlaqələndirə bilmərik və bunu ciddiyə ala bilmərik. İkincisi, o, bu kralı böyük bərəkət kimi müdafiə edir və deyir ki, bu kral əslində Mərakeş irsinin bir parçasıdır. Yəni, Misirlilər üçün piramidalar necə irsdirsə, Mərakeş kral ailəsi də elədir. Halbuki onlar Mərakeş xalqının bütün sərvətlərini talayan, insanlara böyük zülmlər edən şəxslərdir.